Salam uşaqlar, mən sizə dünən uzunluq ölçü vahidini deməli qayda olaraq izah eləyib başa salmışdım və bildirmişdim ki, sabah inşallah mən sizə yeni videomda, yəni bunu misallar üzərində həll edib göstərəcəyim. Baxın uşaqlar, yenə dünənki kimi, digər əvvəlki videomdakı kimi deyim, çəkmişəm cədvəli, uzunluq vahidlərini göstərmişəm. Qısa məlumat verim. Uzunluq vahidləri kiçikdən böyüyə doğru yazmışam mən. 5 dənə uzunluq vahidimiz var. Millimetr, santimetr, desimetr, metr və kilometr. Deməli, hər hansısa boy ölçümü deyək, kiçik ölçüləri ölçmək üçün istifadə olunur millimetr, santimetrdən. Yol ölçülərindən istifadə edir. Məsəl üçün, hər hansısa məsafəni öyrəniriksə, bu zaman kilometr və ya metrdən istifadə etmiş oluruq. Yəni, bizə gündəlik həyatımızda da lazım olan bir mövzudur. Uşaqlar, deməli, dünən vurğulamışdım. Aralarında gördüyünüz sıfırları sadəcə ya vurma ilə, ya da bölmə ilə əvəzləyirik. Bunu misallar üzərində başa düşəcəyik təbii ki. Kiçikdən böyüyə doğru ölçü işini aparırıqsa, ölçü işləmini aparırıqsa, əgər kiçikdən böyüyə doğru çevirmə əməlini aparırıqsa, bu zaman biz böləcəyik. Böyükdən kiçiyə doğru gəliriksə, çevirmə işi aparırıqsa, bu zaman biz vurma əməlindən istifadə edəcəyik uşaqlar. Bizə belə bir misal verib. 3-cü sinif qeyd edim ki, yazdığım bu misallar 3-cü sinif riyaziyyat dərsliyinin 2-ci hissəsində səhifə 57-də uzunluq və ölçü vahidləri mövzusundan deməli, bu misal 3-cü misaldır. Səhifə 57-də 3-cü misaldır. 7 santimetri 4 millimetr olan bir rəqəmlər verib bizə. Deyir ki, millimetrə çevirin. Bu rəqəmləri millimetrə çevirməliyik. Necə çevirəcəyik uşaqlar? 1 santimetrimiz 10 millimetrdir. Biri var ki, belə əzbərləyəsiniz. 1 santimetr 10 millimetr və s. Məsəl üçün, 1 desimetrimiz 100 millimetr kimi hesablayasınız. Bir də var ki, baxın, arasındakı sıfırı hesablayacaqsınız. Millimetr və santimetr arasında neçə dənə sıfır var? Bir dənə sıfır var. Və dedim ki, böyükdən kiçiyə doğru gəliriksə, vurma əməlindən istifadə edəcəyik. Vurmadan istifadə edəcəyik. Santimetr axı millimetrdən böyükdür. Santimetr millimetrdən böyük olduğuna görə biz nə edirik? 7 santimetri millimetrə çevirəcəksə, 7-ni vururuq. 7-ni vururuq 10-a. Eləyir 70. Deməli, 70 millimetrdir. 70 millimetr cavabını aldıq. Burada da 4 var axı. 70-in də üzərinə 4 gəlirik. Eləyir 74. Yəni, 74 millimetr oldu. Bildiniz də necə? Baxın, millimetr və santimetr arasında bir dənə sıfır var. Yəni, burada 7 verilən rəqəmin arasında buradakı sıfırı gəlirik, olur 70. Yəni, bir növ 7-ni 10-a vurmuş olduq. Deməli, üzərinə millimetrə çevirmə olduğuna görə 77 santimetr 70 millimetr idi. 4 millimetrdə gəldiyi üzərinə oldu 74 millimetr. 20 santimetri yenə də millimetrə çevirəcəyik uşaqlar. Baxın, 20 santimetr. Dedik axı, böyük kiçiyə doğru çevirmə işini aparanda vurma əməlindən istifadə olunur. Yəni, 20 vurulsun 10 bərabərdir 200. Deməli, 200 millimetr aldıq cavabı. 20 santimetr 200 millimetrdir. Burada verib 25 santimetr 2 millimetr. Mən biraz rəqəmləri fərqli yazmışam. 25 santimetr 2 millimetr. Neçə millimetr eləyir? Bizdən bunu soruşur. 25-i yenə neyinirik? Santimetr soruşduğuna görə santimetrdir, görürsünüz. Santimetri millimetrə çeviririksə, böyük kiçiyə doğru çevirəndə vururuq və arasında bir dənə sıfır var. 250. 25-in yanına bir dənə sıfır qoyuruq. Eləyir 250. Onun üzərinə gəlirik buradakı 2-ni. Oldu 252 millimetr. Oldu 252 millimetr. Baxın uşaqlar, 2də 1 santimetridir, millimetrə çevir. Kəsir hissələrini hesablamaq biraz çətin olur bəzən uşaqlar üçün. Biz nə edirik? Bilirik ki, kəsir məsəl üçün 10-da axı arasında 10 var da, millimetr və santimetrin arasında 10 məsafə 10 göstərir. Və biz nə edirik? 10 bölünsün 2 vurulsun 1 kimi hesablayırıq. Əvvəlki videolarımda var kəsirlərin hesablanması. 10-u 2-yə böləndə eləyir 5.
5-i də vururuq 1-ə, edir 5. Deməli 5 millimetr. Cavabımız olur 5 millimetr. 5 millimetrin santimetrə çevirəndə 2-də 1 olur. Kəsir kimi göstərmək bu cür olur. Sonra digər misalımız var. Səhifə 57-də 5-ci misal metr ilə göstərin yazır. 7 kilometr göstərir. 7 kilometri metrə çevirin. Baxırıq bura uşaqlar. Kilometr və metr böyükdən kiçiyə doğru gəliriksə, vurma əməlindən dedik istifadə edəcəyik. Və burada neçə dənə 0 var? 3 dənə 0 var. 7 vurulsun. Yəni 3 dənə 0 nə deməkdir? 1000 deməkdir. 1000-ə bərabərdir. Oldu 7000. 7000 metr. Yəni 7000 metrimiz 7 kilometrdir. İndi baxırıq bura. 3 kilometr 250 metr deyir neçə metrdir? 3 kilometrimiz yenə də metr və kilometr arasında 3 dənə 0 var. Bu olur 3 dənə 0 qoyanda olur 3000. Üzərinə də gəlirik 250-ni. Cavab neçə olur? 3200 üzr istəyirəm. Səhv yazdım. 3250 metr. 3250 metr olur. Sonra 5 kilometrimiz deyir ki 5 kilometr 250 yenə də 5 kilometr eləyir. Deməli yenə də 5 kilometr 250 metr. 5-i vururuq 1000-ə eləyir 5000. Burada 5250. Necə oldu uşaqlar? Olduğu kimi 250 zaten metrdir. Biz bunu heç bir çevirmə işi aparmırıq. Olduğu kimi qalır. 5 kilometr metrə çevirəndə olur 5000. Görürsünüz burada 3 dənə 0 var. Bunların ikisinin arasında 3 0 olduğuna görə 5 vururuq axı. 3-ün yanına 3 dənə 0 qoyuruq. Deməli 5-in yanına gətirdik 3 dənə 0 qoyduq. Elədi 5000. Üzərinə də 250 gəldi. Oldu 5250. Sonra 8 kilometr 115 metr. Metr olduğu kimi 8 kilometri sadəcə metrə çevirəcəyik. Biz burada 115 olduğu kimi qalacaq. Aldığımız cavabın üzərinə gələcəyik. 8 kilometr dedik ki kilometr 1 kilometrimiz 1000 metr olduğu olur. Bərabər yəni 1 kilometr bərabərdir 1000 metr. Bunu belə də əzbərləyə bilərsiniz. Və yaxud da 8-in yanına elə 1-in yanına və yaxud da 3 dənə 0. 8-in yanına 3 dənə 0 qoyuruq. Onun da üzərinə gəlirik 115. Burada da cavabımız neçə edir uşaqlar? Deməli 8115 metr oldu. 8115 metr. İndi 2 kilometrə baxırıq. 2 kilometri də yenə də 3 dənə 0-ı gətirib buradakı 2 kilometrin yanına qoyanda neçə eləyir? Təbii ki 2000 eləyir. Yəni 2000 metr. Bu şəkildə hesaplamaq çox asandır. Ona görə də uzunluq vahidində çevirmə işi aparırsınızsa, birinci çevirmə işində hansında vurma, hansında bölmə əməli aparmalısınızsa, onu əzbər yadınızda saxlayın. Ondan sonra da bu üsuldan istifadə edin. Rəqəmin yanına sadəcə deməli sıfırları qoyacaqsınız. Gəlin indi mən sizə məsəl üçün əgər bizə veribsə tutaq ki 7000 metri çevir kilometrə deyirsə, biz nə edirik? Dedik ki, kiçiyi böyüyə çevirəndə bölürük. Onda 3 dənə sıfırları böləndə də nə edirik? Aparırıq, olur 7 kilometr. Yəni bu şəkildə hesablanır.